Bəs qızlar aşk olanda nətər başa düşmək olar? Qızlar necə? Bəli, hə. Qızlar əslində məncə qızlar çoxu belə necə deyim, rus dilində deyək, namyakat eləyirlər, belə ifadə eləməyə çalışırlar ki, bilinsin də, başa düşsün. Mən elə gəlir ki, oğlanlar onu başa düşmürlər. Heç başa düşmürlər. Qızlar onu heç başa düşmürlər onu. Çünki olubdur mən yenə də ətrafımdakı rəfiqələrimlə ya da ki Instagramda kommentariyalarda oxuyanda görürəm ki, çox adam qızlar çoxsu bildirməyə çalışır tam. Yəni hamı başa düşdü, bir dənə bu oğlan başa düşmədi. Bax belə şeylər olur da ki, ona görə şanslarını itirirlər. Oğlanlar göz açıq olun. Nətər başa düşək? Bizə paskaska eləyin də. Biz bəli. Nə jest edirsiniz siz? Biz Prosta inaqda biz belə sual veririk. Siz özünüz başa düşürsünüz. Məsələn, əgər qız səndən çox danışır, hər gün səndən soruşur ki, necəsən, günün necə keçdi falan. Məsələn, bəs ora necə gedirsən, kimlə gedirsən falan ki, istəyir ki, səni çağırsın da, səni də çağırsın desin ki, gəl sən də gəlmək istəyərdin, qız gözləyir o sualı da, belə bir şey.